Salam değerli izləyicilər. Burada belə bir sual verilir ki, Euler Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Sacilər, Salarilər və Rəvadilər dövləti Ərdəbil şəhəri paytaxt olmuşdur. Deməli, Ərdəbil şəhəri həm Sacilərin, həm Salarilərin, həm də Rəvadilərin paytaxtı olub. Ona görə də A variantı 4-ə gedəcək. Xəzər dənizində ilk dəfə ticarət gəmiləri üzməyə başladı. Bu Salarilər dövrünə aiddir, B2-yə aiddir. Ərəb ordusu üzərinə qələbə qazanıb Sacilərdir. Məsələn, 1917-ci ilə aid olan hadisə. Sonra ilk dəfə bütün Azərbaycan ərazisini türk sülaləsinin hakimiyyəti altına birləşdirmişdir. Bu da Ərəb ordusu üzərinə qələbə qazanması hər ikisi Sacilərə aiddir. Hökmdarın Azərbaycana üst tutmuş 2000 Oğuz ailəsinin dosyasını qəbul etmişdir. Rəvadilərdir və Sultanın dövründə köçürülüb. Deməli, uyğun cavabımız olacaq. 1-də C-dir, 2-də B, 3-də Y, 4-də A, yəni A variantında doğru cavab verilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.